gündə Çin dili öyrənirik gün 7. Bu konfeti siz də xoşlayırsınız? Maraqlıdır. Keçən dəfə bu bölmədə rəqəmləri öyrəndik, bu gün oyun oynayacağıq. Əlavə olaraq bu deşikli yarpaqdan indiyə kimi öyrəndiklərinizi sınaq edə bilərsiniz. Birinci bu oyunu başa düşməsəm də sonradan gördüm ki, əgər şəklin üzərindəki söz düzdürsə seçirsiniz, düz deyilsə seçmirsiniz. Və sonda sizə yemək də verirlər. İkinci oyunumuza keçirik. Gördüyünüz hancanın pinyin formasının yazıldığı bambunu kəsirsiniz. Bu gün öyrənəcəyimiz mövzu ailə haqqındadır. Bu arada videomu bəyənib səhifəmə dəstək olmağı unutmayın. Hancalar çox olduğuna görə yarısını öyrənəcəm. Proqramda qarşınıza çıxan bu hissələr hancaların düzgün yazılışını öyrədir. Baba, ata, nay, nənə, mama, ana, ye, baba. Burada gördüyünüzdə yiyəlik halı bildirir. O de, mama, mənim anam. Hancalar çox olsa da o qədər də çətin değildi. Buna görə hamısını tamamladım. Çıxartdığım cümlələrə göz gəzdirdim. Çox yorulduğum üçün yeni hancaları yazmadım, amma lüğət önəmli. 7-ci günün lüğətində yazıb bitirdiyimə görə sağ olun.